Mən Həcər Həsənova 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirmişəm. Bitirdiyim ildən Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Gastroenterologiya şöbəsində həkim vəzifəsində çalışmışam. Azərbaycan Ailə Attestasiya Komissiyasında tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm. Müasir protokollara görə, əgər xəstənin 35 yaşına qədər heç bir şikayəti yoxdursa mədə-bağırsaq sistemindən, o zaman xəstə 35 yaşından sonra mütləq endoskopik müayinə gəlməlidir. Yox, əgər sizin 35 yaşına qədər hər hansı bir probleminiz varsa və uşağınızda hər hansı bir problem varsa, siz 35 yaşını gözləməməlisiniz və dərhal endoskopik müayinə gəlməlisiniz. Çünki endoskopik müayinə mədə-bağırsağın müayinəsi üçün qızıl standartdır. Salam. Başlayırıq. Başlayaq. Çalışdığım illərdə bir çox xarici ölkələrdə ixtisas artırma və təkmilləşmə kurslarında olmuşam. Mədədə Helicobacter pylori çox təhlükəli bakteriyalardır. Mədədə yaşayan. Onun təyini endoskopik müayinə zamanı eyni zamanda aparılır. Götürdüyümüz tikə ilə həmin o tikəni Helicobacter pylori'nin təyin edən klotestəyə bir dəfəlik testlər var. Ora yerləşdiririk və 15-20 dəqiqə ərzində, maksimum 1 saat ərzində Helicobacter var və yaxud da yoxdur cavabına bizə bu testlər cavab verir. 2015-ci ildə öz təhsilimi Almaniyanın Frankfurt şəhərində uşaq endoskopiyası və gastroenterologiyası üzrə davam etdirmişəm. Vətənə döndükdən sonra öz professional işimi həmçinin uşaq profilində, yəni uşaqlara gastroenteroloji və endoskopik müayinələri aparması ilə davam etdirirəm. Azərbaycan Gastroenteroloqları və Hepatoloqları Cəmiyyətinin, həmçinin Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin riyaset heyətinin üzvüyəm. Biz tibbi cəmiyyət olaraq istər ölkə daxilində, istərsə də ölkə xaricində müxtəlif konfranslar, forumlar keçirdirik. Bu konfranslarda özümüz məruzəçi olaraq çıxış edirik. Gənc həkimlərə, həmçinin insanlara və yeni başlayan həkimlərə məruzələr oxuyuruq. Bütün elmi yeniliyi olan mövzulara toxunuruq.